müştərinin köynəyidir. Köynəyin qolu qısalmalıdır. Gördüyünüz kimi hardan olacaq deyə işarə götürmüşəm. Müştəri tirçət və istəyir. Baxın, iynələmişəm hardan uzunluq olacaqdır deyə. Bu ən asan köynək qoludur. Qısaldılır. Çünki bu hissəsi overlocklanır. Amma orijinal köynəklərdə heç vaxt iç hissəsi overlocklanmır. Bir də ki, görürsünüz tikilişi necə sadədir, asandır. Köynəyin qolunu ilk öncə bu hissəsini sökəcəyik. Gördüyünüz kimi qolları sökdük, ayırdıq başlıqları. Hər qolu ölçdüm. Elə bir tərəfi 9 sm gəldi. O da o pişi eləyir 18 sm. Amma mən tikiş payını da qoyuram. 16 sm götürəcəm uzunluğundan, o uzunluğundan. Köynəklərin qolunu belə üst-üstə qoyuruq. İlk öncə çiyinləri birləşdiririk. Belə iynələdik. Bir də qol altını üst-üstə qoyub belə formada iynəliyirik ki, qaçmasında. Kəsəndə düzgün kəsək. Sonra isə götürürük uç hissələrini. Örtümüz olsun. Yine. Buradan bismillah. Şimdi ölçüp 18-16 santim kesirik. Düz olsun. Sağ ol. Böyle. Bismillah. 16 santimden kestik. Babın bu hissəsində görürsünüz, yeri var idi da, aralı, yarıq yeri var idi. Oradan ölçürük, görə neçə santim qoyulmuşdu? Elə bil 7 santim. Biz də bu ətəyin bu hissəsindən 7 santim işarəliyirik, sökəcəyik. Belə, hər iki qoldan, görürsünüz, qoydum. Buradan bu hissəyə kimi söküləcəkdir 7 santim. Sizə sökməyin də ən asan yolunu göstərim. Buradan belə dırnağımızdan əlimizdən qoyuruq bu tərəfə belə. İlk öncə bu overlockdur, tikişi yoxdur. Bu overlockda ortada bir tikiş var. Özü tikən overlockdandır. Sapın birini dartırıq. Gördünüz, sonra ikinci sapı dartırıq burada. Və asan sökülmə yolu. Bu qədər sadədir. Digər tərəfdə də yenə eyni. Belə işarəliyib əlimizdən. Sonra bu yeri maşınla önə qabağa uzasepka deyirlər. Elə eləyəcəyik. Sökülməyəcəkdir. Bu qədər asan. Qolu da belə söktük.